Ombudsmanın milli preventiv mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərlə rəftar məsələləri, saxlanma şəraiti, habelə müvafiq sənədləşmənin araşdırılması məqsədi ilə aidiyyatı dövlət qurumlarının müəssisələrinə ümumilikdə 352 baş çəkmə həyata keçirilib. Azərbaycanın insan hüquqları üzrə müvəkkili baş çəkmələrdən 108-inin plandan kənar olduğunu deyib. Həmin müəssisələrdə ixtisaslı kadr, o cümlədən həkim çatışmazlığı olduğu, vakant ştatların kompleksləşdirilməsinə ehtiyacın yarandığı müəyyənləşdirilib. Həmçinin penitensiar müəssisələrdə cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olan məhkumların cəzadan azad olunmalarına dair müraciət etmələri ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Yüksək keyfiyyətli hüquqi yardım alma hüququnun daha səmərəli təmini məqsədi ilə cinayət mühakimə icraatı zamanı dövlət hesabına hüquqi yardımın göstərilməsi üçün qanunvericiliklə nəzərdə tutulan məbləğin artırılması məqsədə müvafiq hesab olunur. Hüquq və azadlıqlarının məhkəmə təminatı hüququ ilə bağlı şikayətlərə Konstitusiya qanunu ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində baxılmış, pozuntu halları müəyyən edildikdə onların bərpası istiqamətində zəruri tədbirlər görülmüş. Milli Məclisin üzvü Vüqar Bayramov isə pensiya yaşına çatan şəxslərin iş yerlərində yaşadığı çətinliklərdən danışdı. Bildirdi ki, bəzi vətəndaşlar pensiya yaşına az qalmış işdən azad olunur və nəticədə iş tapmaqda çətinlik çəkirlər. Milli Məclisin üzvü bu cür halların aradan qaldırılması üçün xarici təcrübədən yararlanmağı təklif etdi. Bir sıra ölkələrdə, o cümlədən dost Qazaxıstanda əmək məcəlləsinin əsasən bütövlükdə pensiya yaşına 2 il qalmış vətəndaşların işə götürən tərəfindən işdən azad edilməsinə imkan verilmir. Və Qazaxıstan əmək məcəlləsinə əsasən pensiya yaşına 2 il qalmış vətəndaşlar, işçilər yalnız ştatlar ləğv olunduqda və ya attestasiyadan keçmədiyi halda işdən azad oluna bilər. Plenar iclasda valideynlərini itirən uşaqlara bir dəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi 3-cü oxunuşda təsdiqləndi. Layihəyə əsasən valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlar, habelə onların arasından olan şəxslər, ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikdə onlara bir dəfəlik pul vəsaiti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi konkret məbləğdə ödəniləcək. Daha bir 3-cü oxunuşda qəbul edilən qanun layihəsi İnzibati Xətalar Məcəlləsi ilə bağlı oldu. Belə ki, Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat məbləğində cərimə olunacaq. Media və sosial şəbəkə vasitəsilə qanunsuz silah satanların isə 10 ilədək həbs olunması təklifi ilk oxunuşda qəbul edildi.